Bizim üçün maraqlı burasıdır. İmam Cavad əleyhissalam qayıtdı dedi ki, Yəhya ibn Əksəmə, indi mən səndən bir sual soruşmaq istəyirəm. Mən sənə sual verəcəm. Əgər istəsən sualıma cavab verin. Bu Yəhya dedi ki, ağacan, əgər cavab verə bilsəm vermişəm, verə bilməsəm onda sizin cənabınızdan, həzrətinizdən istifadə eləyərik. Bir kişi bir qadına günün səhər çağında baxdı, həmən baxışı haram idi. Gün biraz qalxandan sonra həmən qadın ona halal oldu. Fələmmə zalət-i şəms gün artıq azanına çatanda hərmət əleyhi, təzdən o qadın ona haram oldu. Fələmmə kanə vəqtəl əsr həllət ləhu, əsr namazına çatanda yenə o qadın ona haram oldu. Fələmmə qərubəti şəms hərmət əleyhi, axşam azanında yenə də haram oldu. Fələmmə dəxələ vəqtül işəl axirə həllət, işə namazında təzdən halal oldu. Fələmmə kanə vəqtə intisaf illəl gecə yarısına çatanda hərmət əleyhi, yenə haram oldu. Fələmmə tələəl fəcru həllət ləhu, sübh açılanı təzdən o qadın ona halal oldu.